gedin. Hə, Məzahir, sən Səlimə xalanın məktubunu vermisən? Yox, Necə yox? belə getdim, amma qaldım belə. Səlimə xala, bilirsən, neçə dəfə getdim. Arvad adama elə baxır ki, uşaqlar da yanında idi. Demək, məktubu bir neçə gündür cibində gəzdirirsən, mənə də heç bir söz demirsən. Mənsə sənə ümidvar olmuşdum. İncimə Sahidə, sənin üçün çiynimdə 100 ton yük daşıyaram. Amma bunu demək olmur da. Mən elə bilirdim sənin üçün asan olar. Eybi yoxdur, özüm aparıb verərəm. Sahidə, kızım, məni bağışla. Mən də günahkarım. Şərif dayı, sizə nə olub?